Yarım saatin içinde çayına içmeye mini keksler hazırladım. 3 adet yumurta, üzerine 1 stəkan yarım şeker tozu, mikserle karıştırırıq. Şirinliği isteğe bağlıdır, şekeri artırıp azaldabilirsiniz. Üzerine 1 stəkan yarım süt, süt otak temperaturundadır. Yarım stəkan duru yağ, yine mikserin zayıf rejiminde karıştırıram. 2 stəkan yarım un əlavə edirəm, 1 paçka vanil, 1 paçka kabartma. Keksin xəmirinə zövqə görə kişmiş də əlavə edə bilərsiniz. Mən sadə etdim. Baxın, belə bir xəmir əldə edirik. Listə kek kağızları da əlavə edib xəmirimizi tökürük. Mən birinci kiçik çömçə ilə tökdüm. Sonra gördüm ki, qaşıq daha rahatdır və sobaya koyuruq. Baxın, artıq keksimiz pişdi. Çox dadlı, ləzzətli alındı. Birinci partiya pişdi. Keksləri götürüb yenə kağız qoyub xəmir əlavə edib bişməyə göndərəm. Baxın, artıq pişdi. Baxın, mən burada 3 dənəsinə şaftalı qoymuşam, nektari qoymuşam. İnanın ki, dadı çox ləzzətli idi. Bilsəydim ki, çoxsuna qoyardım. Onu da deyim ki, bu reseptlə tam 30 ədəd keks alındı. İç hissəsində göstərdim. Görün necə gözəl pişibdi. Burada da nektarlı olanın dadına baxıram. İnanın ki, bunun dadı daha qəşəng idi. Çünki meyvəli, turş məzə. Mən bunu çox bəyəndim. Belə hazırlayıb üzərində kremlə bəzəyə bilərsiniz. Məndən bu qədər. Səhifəmi izləməyi, videomu bəyənməyi unutmayın. Hələlik.